Elçin Hüseynbəyli qəsd edilmiş gözəllik əsərinin qısa məzmunu. Əsər epik növdə, hekayə janrında, üçüncü şəxsin dilindən təhkiyə əsasında yazılmışdır. Əsərdə verilən məkanlar Cəbrayılın kəndləri, Sultanlı, Muradlı və Əmirvarlı kəndlərinin adı çəkilir. Obrazlar Sabir, 9-cu sinif şagirdidir, təbiət vurğunudur. Atası Musa kişi. Musa kişi obraz kimi iştirak etməsə də, onun əsərdə adı çəkilir. Əmisi İsa kişi. Əli Sabirin dostu İran Cəfərlisidir. 2 ildir onlar dostluq edirlər. Kəndlərində məktəb olmadığı üçün Əli 1-2 il molla yanına gedib təhsil alıb daha sonra ayrılmışdı. Müdafiə nazirinin müavini Baranov, kolxoz sədri Ağakişiyev, sədrin sürücüsü Zəkəriyyə, katib Eminov, rayon baş həkimi Vahid Cəfərov, qaçaq Nəsrin nəvəsi Xasay kişi. Əsərdə onun nitqi verilibdir. O sarı qulaqlardan gileylənir. Əsər təbiətin təsviri ilə başlayır. Dəli Kür əsəri ilə bu oxşarlıq təşkil edir. Sabir Arazın sol sahilində mal heyvan otarır. O bu işi çox sevir. Digər uşaqlardan Sabirin fərqli cəhəti o idi. Mal heyvan otarmaq işində həvəsli idi və hətta həmin günlər məktəbə getməməyi, dərslərin yerini sonra yoldaşlarından öyrənməyi düşünürdü. Arazın o tayından bu tayına söhbət edən qohum tanışları tutub zastavaya aparır, onları cərimələyirdilər hətta. Çayın o tayından Əli Sabiri görüb səsləyir. Onlar sevinclə salamlaşıb söhbət edirlər. Əli deyir, çoxdan görünmürsən. Sabir deyir, hə, mal növbəsi ayda bir dəfə çatır. Əli soruşur, işlər necədir? Sabir cavab verir, yaxşıdır, 2 ay sonra 9-cu sinifi bitirəcəm. Əli deyir, sonra nə edəcəksən? Sabir cavab verir, davam edəcəm, 10-cu sinifə keçəcəm. Sabirin narahat olduğu Əlinin gözündən yayınmır. O soruşur, sarıqulaqdan qorxursan? Sabir isə gülərək deyir, sarıqulaq ad deyil, rus olduqları üçün sərhədçilərin rəngi sarıdır. Hər ikisi gülüşürlər. Daha sonra Sabir uzaqdan 7 ədəd maşın gəldiyini görür və maşınlardan böyük olan qara maşının içindən bir nəfər güclə aşağı enir. Şalvarın yan tərəfindəki qırmızı xəttdən onun general olduğunu anlayır Sabir. O heyvanların arxasında dadlanır, Əli isə Araz aşağı yollanır. Əli düşünür ki, sarıqulaqlar Sabiri incitməsinlər, ona görə də o oradan uzaqlaşır. Gələn general Baranov idi. O bu yerlərə baxır və deyir, gözəl yerdir, əsl möcüzədir. Sonra sərt və qəzəbli halda deyir, Baranovun nitqi rusca idi. Gözləriniz kördür, onların bir-birinə bu qədər yaxın olmağına icazə vermək olmaz. Məftilləri bax bura qədər çəkmək lazımdır. Burada şimal və cənub məsələsinə toxunulmuşdur. Arazın o tayında və bu tayındakı insanların bir-biri ilə əlaqə yaratması, ünsiyyət qurması Çar Rusiyasını narahat edirdi. Sabir eşitdiklərini gəlib əmisi İsa kişiyə danışır. İsa kişi bir qədər düşündükdən sonra deyir, batdıq. Əmirvarlı kəndində yığıncaq təşkil olunmuşdu. Yığıncaqda katib və nümayəndə əyləşmişdilər. Onlar özünü tox tutmağa çalışırdılar. Nümayəndə Çinarüstü restoranda yeyib içmişdi, rəngi qara-qırmızı idi. İclası açan birinci katib olur. Səsinin mülayim tonundan hamı vəziyyətin ciddi olduğunu anlayır. Katibin eyhamından aydın olur ki, yüzlərlə kənd mal-heyvan saxlamaqdan, əkin-biçindən əl çəkməli olacaq. Birinci cərgədə oturan sədr Ağakişiyev həyəcanlı idi. Əlləri titrəyirdi. 20 ildən çox kolxozda vicdanla çalışmışdı. Xətir hörməti var idi. Tapşırığın fəsadlarını o dəqiqə hiss elədi. Meşə, yaşıllıq məhv ediləcək, cəmaət kənddən qaçaq düşəcək. Katibdən sonra söz nümayəndəyə verildi. Nümayəndə ana dilini yaxşı bilmir, nitqi qüsurlu idi. Nitqindən aydın olur ki, məftillər 8-10 kilometr şimala çəkilməlidir. Səbəb isə o idi ki, çay daşanda sərhəd zolağını su basır, sərhədçilərin işini çətinləşdirir. Səbəbin yalan olduğu aydın idi. Hamı bilirdi ki, çayın şimal sahili hündür idi və belə bir təhlükə gözlənilmirdi. Ağakişiyev danışmaq istəyəndə katibin qanı qaralır. Ağakişiyev deyir, çayın sol sahilində bənd tikintisi mümkündür. Katib səsini qaldırır. Bu məsələ qapanıb, yoldaş Ağakişiyev. Biz verilmiş tapşırığın icrası barədə danışmalıyıq. Sədr əsəblə deyir, mən də o barədə danışıram.
Sədrin təklifi bu idi ki, meşəyə toxunmamaq üçün məftil biraz yuxarı pambıq sahəsinə çəkilsin. Katib Eminov, burada onun soyadını öyrənirik, barmağını silkələyir və deyir: "Pambıq sahəsinin bir qarış torpağına da toxunmaq olmaz." Ağakişiyev üzünü büro üzvlərinə tutub deyir: "Deməli, kəndin dolanışıq yeri Güdaza getməlidir." Bu zaman rayon baş həkimi Vahid Cəfərov icazəsiz yerindən dillənir və deyir: "Ağılsızlığa bax, orada yaşayan canlıların taleyi necə olacaq?" Katib ona cavab vermir, çünki onun sözlərini önəmsiz sayır. O bilirdi ki, zaldakılar ancaq Ağakişiyevin dediklərinə dəyər verirlər. Danışanlar çox oldu, mərhəmət uman, minnət edən çox oldu, lakin nəticəsi olmadı. Ağakişiyev həmin gecə kəndə qayıtmadı. Səbəb bu idi ki, o katiblə təkbətək danışmaq istəyirdi. Katib onu soyuq qəbul etdi və qısa olaraq dedi: "Müdafiə nazirinin müavini Baranov şəxsən gəlib o yerlərlə tanış olub və göstəriş verib. Gedin, əhalini hazırlayın." Ağakişiyev təkid edir: "Bəlkə Bakı ilə danışaq, vəziyyəti izah edək." Amma bütün bunların nəticəsi olmur. İclasdan sonra ikinci həftənin ilk günü Mahmudlu stansiyasında yük qatarlarından 2 sarı nəhəng buldozer endirildi. Mahmudlu və Əmirvarlı kəndlərində işə başlanıldı. Milis rəisi cəmaatın ondan xoşu gəlmirdi. Cəmaata dilləndi: "Hökumətlə hökumətli edəcəksiniz." Sabirin yadından çıxmayacaq hadisə bu oldu ki, bir bölük saldat cəmaatı mühasirəyə alıb silahları hazır vəziyyətə gətirmişdi. Hamı vəziyyətdən narazı idi. Katib Eminov cin atına minmişdi. "Hamısı Ağakişiyevin hoqqalarıdır," dedi. O ikinci katibi göndərdi, Ağakişiyevin arxasınca göndərdi və dedi ki, ona de ki, nəticəsi ağır olacaq. Sədr Ağakişiyev evindən çıxmamışdı. O bilirdi ki, cəmaat bu hadisəyə dözməyəcək. Evdən çıxmasına isə səbəb o oldu ki, o düşündü ki, milis saldatları cəmaata əl qaldıracaq və buna mane olmaq üçün evdən çıxdı. Araz kənarında izdiham yaranmışdı. Dörd kəndin cəmaatı yığılmışdı. Sədr düşünürdü: hələ o biri kəndlər xəbərsizdir. Sədrin xarici görkəmi burada təsvir olunub. Sədr bəstəboy və yaraşıqlı bir adam idi. Gözləri yaşarmışdı. Qırılan ağaclara tərəf baxmırdı və ya baxa bilmirdi. O söylüyor: bu qəsdin qarşısını almaq mümkün olmadı. Ağıçı Pəri Ağakişiyevi uşaqlıqdan tanıyırdı. Ağladığını heç görməmişdi. Səhəri gün sarı buldozerlər yaşıllığı qırıb bomboz çöllük buraxdı. 100-dən çox saldat kəndə tərəf baxırdı. Sonda isə dərsliyimizdə olan təhlil hissələrini vermişik. Özünüz buradan baxıb təhlillə tanış ola bilərsiniz. Sağ olun, hər kəsə uğurlar.